təhsillə bağlı, səhiyyə ilə bağlı dövlətin planları dəyişməlidir. Xüsusilə səhiyyə ayrılan pulların azaldılması, icbari tibbi sığortanın miqdarında azalmalar, bunlar çox ciddi qüsurlardır və bu qüsurlar aradan qaldırılmalıdır. İki şey bu milləti ayaqda saxlayacaq. Sağlam və təhsilli nəsil yetişdirmək. Bunun üçüncü xətti yoxdur. Əziz hökumət üzvləri, hörmətli hökumət üzvləri. Üçüncü xətti yoxdur. Sağlam və təhsilli insan yetişdirməyəcəksə millətimizin gələcəyi yoxdur. Sağlam insan yetişdirmək üçün mütləq səhiyyəyə ciddi kapital qoyuluşu və insanların səhiyyə problemlərini, sağlıq problemlərini həll edə bilən bir siyasət yürüdülməlidir. Doğuşdan ana bətnində olan uşağın sağlamlığından tutmuş ta ahıl yaşına qədər. O cümlədən təhsil, məktəbə qədərdən tutmuş ta universitet, doktorantura təhsili alana qədər. Bu istiqamətdə bir sistem müəyyənləşdirmək lazımdır. Çox təəssüf ki, bu sistemlər yoxdur və ya çox zəifdir. Təhsildən söz düşmüşkən, gələn ilin büdcəsində Azərbaycanda gələn il beynəlxalq tədbirlərin keçirilməsinə 239 milyon manat vəsait ayrılıb. Bu elmə ayrılan vəsaitdən 10 milyon manat artıqdır. Təəssüf. Təəssüf də olur. Mən Azərbaycanda tədbirlərin keçirilməsinin tərəfdarıyam. Azərbaycan nə qədər çox tədbirlər keçirəcəksə, dünyaya o qədər çox açılacaq. Lakin dünyaya açılan insanın ölkəsində təhsilə bu qədər vəsait ayrılmırlar. Təhsilə ayrılan vəsait ən az ondan 4 dəfə, 5 dəfə artıq olmalıdır. Hər bir şagirdə ayrılan vəsait kifayət qədər yüksək olmalıdır.